Mannanın şimal sərhədlərini möhkəmləndirmək istəyən İranzu, Assuriyanın təsir dairəsində olan Zaman torpaqlarına yürüş edərək bu ərazini öz ölkəsinə birləşdirdi. Gilzan və Sangibutu Urartunun təsir dairəsində idi. Urartu bu bölgələri öz nəzarətində saxlamaq istəyirdi. Lakin İranzu hərbi yürüşlər ilə bu əraziləri Mannaya birləşdirdi. Bulaqadi ərazisi Mannaya birləşdirildikdən sonra dövlətin ərazisi şimalda Araz çayına qədər uzanırdı. Bu fəthlər Mannanın Urartuya qarşı mövqeyini möhkəmləndirdi. İranzu kiçik tayfa birliklərini özünə tabe edərək Mannanı güclü bir dövlətə çevirdi. İranzunun dövrü Mannanın güclənməsinin zirvə nöqtəsi hesab edilir və onun fəth siyasəti sayəsində Manna geniş ərazilərə sahib oldu. Assuriyaya illik xərac ödəməklə müttəfiqlik qurdu və Urartuya qarşı güc qazandı. İranzunun vəfatından sonra onun oğlu Aza hakimiyyətə gəldi. Azanın hakimiyyəti dövründə əldə olunmuş ərazilərin idarə etməsindəki çətinliklər və xarici təzyiqlər Manna dövlətinin gücünü zəiflətdi. Aza Urartupərəst canişinlər tərəfindən öldürüldü.